Heç də hər kəsə 28 yaşında böyük bir kollektivə rəhbərlik etibar edilmir. Heç də hər kəsə ata şərəfini bu qədər ləyaqətlə davam etdirmək nəsib olmur. Həm də ata nüfuzu sadəcə olaraq elə ağsaqqallığa görə qazanılan hörmət deyil. Bu kənddə kollektiv təsərrüfat yaranan gündən düz 25 il kolxoza rəhbərlik eləmiş atası Bayram kişinin zəngin təcrübəsi, narahat həyatı ilə əldə edilmiş nüfuzu var idi. Nadir hadisədir ki, atadan sonra cəmaat oğulu özlərinə başçı seçsin. Bərdə rayonundakı Azərbaycan kolxozunun sədri, Respublika Ali Sovetinin deputatı Hüseyn Ağayevə məhz belə bir etimad göstərilmişdir. Hüseyn ömrünün 22 ilini doğma kolxozun tərəqqisinə, adamlar üçün xoş güzaran yaradılmasına sərf edir. Təsərrüfatın ümumi gəliri 60-cı ildə 700 min manat idisə, indi bu rəqəm 4 milyon manata çatmışdır. Lenin ordenli kolxoz, Lenin ordenli sədr. Sədirdən bu qələbənin sirrini soruşanda fikirləşmədən deyir. Sosialist təsərrüfatının gücü 1001 insanın ağlının, təcrübəsinin bir məqsədə doğru yönəldilməsindədir. Torpaq su ilə bərəkətə gəlir. Bu bərəkətin çeşmələri yaradıldı. Torpaq insan kimi qayğıya möhtacdır. Yerin hər qarışı qayğıya büründü. Günəş, su, torpaq. Bir də yüksək insan məhəbbəti. Qələbənin sirri bundadır. Sonsuz çaydır bir denizdir. Dan yerini düz attısı sizin qəşəng köpəğinizdir. Baxışdınız coşqun dəniz qələbədir, hər dəniz qələbədir, hər Gəncliyə qayğı, gələcəyə qayğı. Torpağa yaraşıqdır sizin qızıl əlləriniz, sizin qızıl əlləriniz. Baxışdınız coşqun dəniz qələbədir, hər dəniz qələbədir, hər dəniz. Bu torpağa yaraşıqdır sizin qızıl əlləriniz, sizin qızıl əlləriniz.
Ne güzelsin, ne qəşəng parla qızların. Ne güzelsin, ne qəşəng parla qızların. Ne göçersin, ne güzel parla kızları. Ne güzelsin, ne güzel parla kızları. Mümkün değil onsuz calıb zirvələr aşmaq. Hər ömrə ömürlük belə sərvət vətənindir. Xoşbəxtliyin ünvanını sormaq nə lazım? Yox şübhə, bağdır, saadət vətənindir. Min yol demişəm, bir də desər qiyməti düşməz. Şeirimdə əgər varsa hərarət vətənindir. Sədr böyük bir ailənin başçısıdır. Oğlu Rafiq gündüzlər evdə az olduğu üçün gərək atasından umuküsü eləməsin. Ondan qayğı umanlar məyər bir-ikidir.